Hamı gözləyirdi ki, Gülsey müəllim gəlsin, sonra tədbiri başlayaq. Mən də Gülsey müəllimi o vaxta qədər görməmişdim. Üstündən biraz keçəndən sonra gördük arıq, çəlimsiz, bəstəboy bir kişi ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında mənsub şeiri qələmə alan Gülseyn Hüseynoğlu Abdullayevdir. 7 nəfər bir təşkilat yaradırlar. 1942-ci ildə yaradılıb bu təşkilat ki, təşkilatın adı İldırım Təşkilatıdır. Başçıları 3 nəfər olur. Gülsey müəllimcini həbs eləyirlər. 1949-cu ildə Amıxı mismara döndərən Allah var deyir. Bir qədər əvvəl İosif Çuqaşvili Stalin güllələnmə haqqında hökmü ləğv eləmişdi. Sibirdə 7 nömrəli İslah Əmək Düşərgəsində, Taşet rayonunda bunlar deməli həbs həyatı yaşayıblar. Gülsey müəllimin müşfiq sevgisi tamam başqa cür idi Murad. Mən onun canlı şahidi olmuşam. Əgər kimsə Gülsey müəllimdən əvvəl o tədbirin açılmasında iştirak edib müşfiq haqqında danışsaydı, Aytəkin xanım sonradan faciəli şəkildə həmin o xanım dünyasını dəyişmişdi. Həmişə Gülsey müəllim Aytəkin xanımdan danışanda da kövrəlirdi. Ağa ağ, qaraya qara demək. Gülsey müəllimin həyat məramnaməsi bu idi. Murad, xoş gəlmişsən qardaş. Xızı YouTube kanalının mənəvi aşınmanın getdiyi bir dönəmdə bu cür layihələrə imza atması həqiqətən də alqışa və təqdirə layiq bir haldır. Bu artıq Xızı YouTube kanalı ilə bizim ikinci görüşümüzdür. Birinci görüşümüzdə yaradıcılığım haqqında çəkiliş aparmışdınız. Və uzun zamandır ki, bir araya gəlmək istəyirik. Gülseyn Hüseynoğlu ilə bağlı çəkiliş aparmaqdan ötürü qismət bu günəymiş. İlk çəkilişimiz də elə may ayında olmuşdu. Təsadüfə bax ki, bir 5-6 ildən sonra yenə də may ayına təsadüf elədi çəkilişimiz. Gülseyn müəllimlə ilk tanışlığım 2000-ci ildə olub. Qiyabi formada. Deməli, o zaman mən Giləcə qəsəbə tam orta məktəbinin 8-ci sinifində oxuyurdum. Məktəbimizin direktoru, Respublikanın əməkdar müəllimi Svetlana xanım Rüstəmova məni yanına çağırdı ki, Sayadılar kəndində Mikail Müşfiqin tədbirində biz Mikail Müşfiqin məhkəmə prosesini səhnələşdirməliyik. Mənə də məhkəmə rolunu tapşırmışdı Svetlana müəllimə. Təbii ki, böyük məmnuniyyətlə razılaşdım. 2000-ci il 8-ci sinif şagirdi Müşfiq ocağına gəldik və o zaman bir məsələni müşahidə elədim mən orada. Hamı gözləyirdi ki, Gülsey müəllim gəlsin, sonra tədbiri başlayaq. Mən də Gülsey müəllimi o vaxta qədər görməmişdim. Üstündən biraz keçəndən sonra gördük arıq, çəlimsiz, bəstəboy bir kişi Müşfiq ocağına doğru yaxınlaşır. Hamı səsləndi ki, Gülsey müəllim gəlir. Gülsey müəllim gəldi, hörmətə, alqışa layiq bir formada Gülsey müəllimi qarşıladılar. Açılışı elədi. Ondan sonra biz də Mikail Müşfiqin məhkəmə prosesini orada deməli səhnələşdirdik. Və Gülsey müəllimi ilk dəfə olaraq mən onda gördüm, 2000-ci ildə. Deməli, məndə qəribə bir xüsusiyyət var. Hansı məsələni ki, ürəyimin dərinliyindən istəyirəmsə, Allah Taala gec də olsa onu mənə nəsib eləyir. Ürəyimin dərinliyində bir his baş qaldırdı ki, Allah elə bir şərait, elə bir imkan yaradardı ki, Gülsey müəllimlə münasibətim meydana gələrdi. O kişini daha dərindən tanıyardım. Bu arzum bir müddət arzu olaraq qaldı. Vəziyyət elə gətirdi ki, 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldum. Deməli, universitetin birinci korpusu Filologiya fakültəsidir. Filologiya fakültəsindən sonra deməli, beynəlxalq münasibətlər, hüquq, tarix fakültəsi. 4 fakültə var birinci korpusda. Sən də və Gülsey müəllim də Filologiya fakültəsində çalışır. Məsləhətçi işləyirdi o dönəmdə. Tələbə olduğum dönəmdə bizim münasibətimiz yarandı Gülsey müəllimlə bağlı. O dövrdə də
gəncliyimin çılğın dönəmi idi. Mətbuatla sıx təmas yaratdığım, əlaqə yaratdığım bir zaman idi. Qərara gəldim ki, Gülsüm müəllim haqqında bir məqalə yazım. Rəhmətli Balaş Abbaszadə vardı, Sirdaş qəzetinin baş redaktoru idi. Onunla görüşlərimizin birində mən Balaş müəllimə dedim ki, Gülsüm müəllim haqqında müşfiqşünas alim olduğuna görə bir məqalə yazmaq istəyirəm, Sirdaşda dərc elətdirək. Böyük məmnuniyyətlə razılaşdı. Çox təəssüflər və əfsuslar olsun ki, mən o məqaləni Balaş müəllimə təqdim edə bilmədim. Çünki bu söhbəti Balaş müəllimlə eləyəndən təqribən bir ay sonra Balaş müəllim dünyasını dəyişdi. Bu qaldı belə. İndi təsəvvür elə ki, 20 ilə qədər bir zaman, bir dönəm keçib, həmin o söhbətimizin üzərindən mən istəyirəm bugünkü Gülsüm müəllim haqqında Xızı YouTube kanalı ilə bölüşdüyüm fikirlər elə Balaş müəllimin xatirəsini yad eləmək üçün, Balaş müəllimə verdiyim o sözü tutmağım kimi də qələmə alınsın ki, mən bir qədər vicdan əzabından qurtulum, bir qədər mənəvi rahatlıq tapım. Bu sözü Gülsüm müəllim rəhmətliyə də vermişdim ki, bir məqalə işləyəcəyəm sizin haqqınızda və kişi ilə oturub belə deyək, bir müddət söhbətlər də aparmışdıq, cızmaqaralarımı da eləmişdim onun haqqında. Balaş müəllimin də rəhmətə getməyi artıq mətbu orqanı bağlanmağı demək idi və o məsələ qaldı yarımçıq. Elə bilin ki, bugün həmin o məqaləni yazmış olaq. Belə qəbul eləyək. Qismət beləymiş. Gülsüm Hüseynoğlu adı gələndə Azərbaycanda İlk növbədə Gülsüm müəllimin yazıçılığından öncə, alimliyindən öncə onun müşfiqşünas olmağı ön planda gəlir. Gülsüm Hüseynoğlu adı gələndə müşfiqşünas alim deyirlər. Təbii ki, indi birazdan söhbətimiz zamanı Mikayıl Müşfiq haqqında onun yaradıcılıq məsələlərinə də toxunacağam. Əvvəl baxaq görək Gülsüm müəllim kim idi? Onun fəaliyyəti nədən ibarət olub? Çünki Gülsüm müəllimin fəaliyyəti bir şaxəli deyil idi, çox şaxəli fəaliyyəti vardı. Həm alim kimi Gülsüm müəllim fəaliyyət göstərirdi, həm bir yazıcı kimi fəaliyyət göstərirdi. O çirklər yazırdı, tənqidi məqalələr yazırdı. O təkcə Mikayıl Müşfiqlə məşğul olmayıb. Məsələn, Nigar Əfilbəylinin yaradıcılığına aid, Mir Cəlalın yaradıcılığına aid, Sultan Məcid Qənizadənin yaradıcılığına aid tənqidi məqalələrlə özdə boğazdan yuxarı danışmağı xoşlayan insan deyil idi Gülsüm müəllim. Deməli, görüşlərimizin birində Gülsüm müəllim haqqında məqalə yazmağımı ona deyəndə Gülsüm müəllim mənə qayıtdı dedi ki, Vüsal, bəs mənsub şeirdən yazmırsan, axı mənsub şeiri Azərbaycan ədəbiyyatına mən götürmüşəm. Dedim Gülsüm müəllim, onu ilk öndə qeyd eləyəcəyik. Çünki bu bir ilk idi Azərbaycan ədəbiyyatında. Gülsüm müəllim mənsub şeirin yaradıcısı olaraq Azərbaycan ədəbiyyatında tanınır. Ondan sonra digər müəlliflər mənsub şeir yazmağa başladılar. Özdə qəribəsi bundadır ki, Gülsüm müəllimin hekayələri də, yazdığı yazıların özü belə elə bir ki, mənsub şeir üzərində qurulub. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında mənsub şeiri qələmə alan Gülsüm Hüseynoğlu Abdullayevdir. Gülsüm müəllim 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. Elə uşaq olarkən onlar Bakıya köçürlər. 20-ci, 30-cu illərdə o Bakıda yaşayır və təsəvvür elə ki, İkinci Dünya müharibəsinin qaynar bir dönəmində o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Onlar bir növ mətinləşirlər. İkinci Dünya müharibəsi ümumilikdə belə deyək, Azərbaycandan 700 minə qədər adam səfərbər olunmuşdu ki, 400 mindən artıq İkinci Dünya müharibəsində şəhid olmuşdu. İnsanlar aclığı da görmüşdülər, səfaləti də görmüşdülər. Müharibə adı gələndə istər-istəməz insan içərisində bir təlatüm doğur. Və 1922-ci il dekabr ayının 30-unda yaradılan seri ki vardı, təbii ki, o dönəmdə də milli mücahidlərimiz olub. Gülsüm müəllim də onlardan biri idi təbii ki. Və vəziyyət elə gətirir ki,
7 nəfər bir təşkilat yaradırlar. 1942-ci ildə yaradılıb bu təşkilat ki, təşkilatın adı İldırım Təşkilatıdır. Başçıları 3 nəfər olur. İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov. Deməli, təsəvvür elə 1923-cü ildə anadan olan bir insan 1942-ci ildə belə bir təşkilatın yaradılmasında iştirak edir. 19 yaş. Təşkilatın nə məqsədi, məramı olur. Nə idi məqsəd, məram? Deməli, Azərbaycanı SSR-nin tərkibindən çıxarıb müstəqil dövlət elan eləmək. Bunların birinci məqsədləri o idi. İkinci məqsəd 20-ci, 30-cu illərdə repressiyaya məruz qalanlara bəraətin verilməsi məsələsi idi. Üçüncü məsələ də Azərbaycan dilinin dövlət dili statusunun təmin olunması məsələsi. Dövlət əhəmiyyətli məsələlər. Deməli, İsmixan Rəhimov, rəhmətlik, cənab prezidentin ingilis dili müəllimi olmuşdu. Böyük ingilis dili müəllimi idi. Deməli, bunlar birləşirlər 3 nəfər. Sonradan 4 nəfər də qoşulur bunların cərgələrinə. Deməli, bunlar kimlər idi? O 7 nəfərin adını çəkim, onların da xatirəsini yad eləmiş olaq. İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov, Musa Abdullayev, Aydın Vahidov, deməli, Azər Ələkbərov, bir də Kamal Əliyev. Deməli, qərara gəlirlər ki, 1944-cü ilin mayında İsmixan müəllim rəhmətlik sol əllə, xüsusi çap üsulu ilə ki, sağ əllə bu yazını yazsaydı, xəttdən tuta bilərdilər. Deməli, o dövründə deməli, təhlükəsizlik orqanlarının çuğulları gecə-gündüz işləyirlər. SSR-də də kəşfiyyatın nə dərəcədə olmağı sənə məlumdur ki, həddindən artıq möhkəm şəkildə işləyirdilər. ...1948-ci il 23 oktyabr tarixində bunları həbs edirlər. Gülhüseyn müəllimginə həbs edirlər. 1949-cu ildə, deməli, Novruz bayramı dönəmində bunlar SSR Cinayət Məcəlləsinə görə 25 il azadlıqdan məhrum olunurlar. Deməli, burada maraqlı bir məsələ var, Murad. Nədir məsələnin mahiyyəti? 7 nəfər təşkilat yaradıb. Bu da o sosialist inqilabının klassik ruhundan irəli gələn bir məsələ idi. Silahlı üsyana cəhd, qrup şəklində antisovet təbliğatı. SSR Cinayət Məcəlləsinin ən ağır maddələri. Təşkilatın yaradıcıları ki vardı, öndə olan 3 nəfər, İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, bir də deməli, Hacı Zeynalov, bunlar 25 il həbsə məhkum olunurlar. Bir nəfər 7 il, 3 nəfər 10 il, deməli, həbs cəzasına məhkum olunur. İndi sən özün də yaxşı bilirsən ki, o dövrdə 25 il həbs cəzasına məhkum olunanlar güllələnməyə məhkum edilmişlər sayılırdılar. Amma mismara döndərən Allah var deyir. Bir qədər əvvəl İosif Çuqaşvili Stalin güllələnmə haqqında hökmü ləğv eləmişdi. Bunlar Sibirə. Deməli, təsəvvür elə 25 il göndərilirlər, vəziyyət təzədən dəyişir. 1953-cü ildə mart ayında Stalin dünyasını dəyişir. Nikita Xruşov gəlir, deməli, Mərkəzi Komitənin katibi vəzifəsinə. 1955-ci ildə Gülhüseyn müəllim, deməli, 49-cu ildə həbs olunan Gülhüseyn müəllim 55-ci ildə yenidən qayıdır Bakıya. Sibirdə 7 nömrəli İslah Əmək düşərgəsində, Taşet rayonunda bunlar, deməli, həbs həyatı yaşayıblar. Orada olan vəziyyəti adi bir misal çəkməklə göstərə bilərəm ki, nə dərəcədə ağır bir vəziyyət olub. Deməli, İsmixan müəllim deyir, gecə-gündüz bizi işlədirdilər. Bir adam, deməli, bir ay işləməmək üçün sol əlinədir baltanı götürüb sağ əlini biləkdən balta ilə çalırdı ki, Sibirin şaxtasında işləməsin. Bizi deyir, ağız susuz deyir, işlədirdilər. Deməli, Gülhüseyn müəllim necə ifadə eləyirdi həmin o dönəmi? Gülhüseyn müəllim deyirdi ki,
Mən onsuz da bilirdim ki, mənim aqibətim belə nəticələnəcək. Çünki mən o rejimin düşməni idim. O rejimlə mübarizə aparırdım. Bilirdim ki, bunun sonu həbs olacaq. Ancaq deyir, o həbs məni qətiyyən sındırmadı, məni qətiyyən sınıxdırmadı, daha da möhkəmləndirdi, daha da mətinləşdirdi. Və Gülsüm müəllim hətta 1955-ci ildə həbs həyatından gələndən sonraki dönəmində, yaradıcılığında böyük bir dönəm başlayır. Belə deyim ki, bir neçə kitabı ardıcıl olaraq Gülsüm müəllimin nəşr olunur. Xüsusən də məsul şeir sahəsində, deməli, Gülsüm müəllimin həmin o yaradıcılığını mən yenə də Murad qeyd eləmək istəyirəm. Gülsüm müəllim böyük alim idi, pedaqoq idi. Məmməd Arif Dadaşzadə görkəmli akademikimizin gözəl bir fikri var. Deyir ki, o gözəl şair, yaxşı yazıcı, qayğıkeş müəllimdir. Gülsüm müəllim haqqında. Ümumiyyətlə, nəinki Məmməd Arif Dadaşzadə, Respublikada böyük qələm ustaları Gülsüm müəllimə öz layiqli qiymətini veriblər. Ancaq Mikail Müşfiq yaradıcılığı, Mikail Müşfiqin əsərlərinin tədqiqi, Mikail Müşfiqin kitablarının redaksiyası, tərtibi Gülsüm Hüseynoğlu yaradıcılığının ana qayəsini demək olar ki, təşkil eləyir. Bir növ belə deyim də, Mikail Müşfiqə ikinci həyat verən məhz Gülsüm müəllim idi. Niyə görə deyirəm ikinci həyat verən? 1968-ci ildə ilk dissertasiyanı ali məktəb tələbələri üçün ilk Mikail Müşfiqin yaradıcılığına həsr olunmuş kitabı Gülsüm müəllim qələmə alıb. Və bundan sonra şairin nə az, nə çox, düz 20-yə qədər kitabını redaktă eləyib. İndi Sayadlar kəndində yerləşən Müşfiq ocağı ki var, bilirsən ki, onun ideya müəllifi bizim Ağasafa müəllimdir. 1989-cu ildə həmin o ocaq salınıb. Deməli, ildə 2 dəfə Müşfiq sevərlər həmin o ocağa toplaşırlar. Rəhmətli Əbülhəsən Əhmədov ocağın salınmasında deməli, böyük köməkliyi göstərdi. Hətta Giləsi qəsəbə tam orta məktəbinin şagirdləri deməli, Mikail Müşfiq ocağının yaşıllaşdırılmasında iştirak elədilər. Mən burada qeyd eləmək istəyirəm, xüsusən rəhmətlik Adil Küskün, Adil müəllim, ədəbiyyat müəllimimiz Giləzi qəsəbə tam orta məktəbinin şagirdlərini Müşfiq ocağı salınandan sonra aparıb burada ağac əkmə mərasimləri təşkil eləmişdi. Rəhmətlik Balaş müəllim Abbasadə ilə mən tələbə olanda həmin o ənənəni davam elətdirirdi. Deməli, orada bir ağac vardı, Mikail Müşfiqin öz əli ilə əkdiyi ağac. Onu da Ağasafa müəllim bilirdi ki, deməli, bu ağacı Mikail Müşfiq əkib, o ocağın orada salınmasını təklif eləmişdi Ağasafa müəllim və çox sevindirici haldır ki, belə bir ocaq yarandı və Gülsüm müəllim kimi alimlər, müşfiq sevərlər, təəssübkeşlər həmin o ocağı ildə 2 dəfə ziyarət edirik və Mikail Müşfiq irsinin qorunub saxlanılmasında biz də o formada töhfəmizi vermiş oluruq. Ancaq çox təəssüflər olsun ki, son dönəmlər baş verən bu sel daşqınları nəticəsində Müşfiq ocağı da sıradan çıxdı. Hətta keçən dəfə onu ürək ağrısı ilə qəbul elədim. Həmin o ağacı birbaşa olaraq sel kökündən qoparıb atmışdı bir kənara. Yeri gəlmişkən Xızı YouTube kanalı vasitəsilə Azərbaycan Mədəniyyət Nazirliyindən, o cümlədən cənab prezidentdən xahiş edirəm ki, o Müşfiq ocağının yenidən bərpa olunmasında öz köməkliklərini bizdən əsirgəməsələr, bu müşfiq sevərlərə böyük bir töhfə olmuş olar. Çünki Mikail Müşfiqə aid xeyli eksponatlar var ki, Murad, Reyhan xanım İsmailzadədə qalır onlar, mən bilirəm. Çünki onların bir hissəsini Müşfiq ocağına onlar təqdim eləyiblər. Digər böyük bir qismi qalır. Bu yaxınlarda Reyhan xanımın bir yazısını oxudum mən ki, əgər Müşfiq ocağı yenidən bərpa olunarsa, mən həmin o eksponatları Müşfiq ocağına təqdim eləyə bilərəm. Mənə elə gəlir ki, İnşallah bizim o arzumuz Çin olacaq, Müşfiq ocağı daha da böyüyəcək, bütün müşfiq sevərlər yenə də
ənənəsinə sadiq qalaraq ildə 2 dəfə həmin o ocağı ziyarət eləyəcəklər. İndi düzdür, bugün Gülhüseyn müəllim yoxdur. 2013-cü ildə artıq Gülhüseyn müəllim dünyasını dəyişdi. Ancaq bir növ belə deyək də, o ənənənin başlanğıcını Əbülhəsən Əhmədov, Ağasafa müəllim qoydu. Gülhüseyn müəllim bir başqa cür öz töhfəsini verdi. 1968-ci ildən Mikayıl Müşfiqin yaradıcılığını başladı araşdırmağa, kitablarını nəşr elətdirdi, redaktə elətdirdi. Hətta mən bir məsələni demək istəyirəm. Çox maraqlı olar bu da sizin üçün. Mən bunu Ağasafa müəllimdən eşitmişəm. Sən demə Mikayıl Müşfiqin heç sevgi şeirlərindən biri də qalmayıb əlyazma formasında. Onların hamısını Dilbər xanım əzbərdən deyib. Bunlar da oturublar, qələmə alıblar, redaktə eləyiblər və bugün Dilbər xanım sayəsində, Allah ona da rəhmət eləsin, Mikayıl Müşfiqin sevgi şeirləri işıq üzü görür. Gülhüseyn müəllim kimi alimlər onu tədqiq eləyib. Və Gülhüseyn müəllimin Müşfiq sevgisi tamam başqa cür idi, Murad. Mən onun canlı şahidi olmuşam. Deməli, bir layihə üzərində işləyirdim. Tələbə olanda mənə bir dəfə dedilər ki, bir zəng gəldi, səni istəyirdilər. Bir qadın idi, bir xanım idi. Dərsdən yeni gəlmişəm. Soruşdum ki, əlaqə nömrəsini götürdünüz? Dedilər, yox. Üstündən bir saat, 2 saat keçmişdi belə təqribən. Yenə də zəng gəldi. Gördüm Şəhla xanım Gündüz. O mənə dedi ki, mən o vaxta qədər bilmirdim ki, Bir Qalanın Sirri filmində Elşən rolunu oynayan, ifa eləyən Gündüz Abbasov bizim həmyerlimizdə Dağlıdır. Dedi ki, bəs mən Gündüz Abbasovun qızıyam, Şəhla xanımam. O layihəyə görə mənə təşəkkürünü bildirdi. Bir də Bakı məktəblərindən birində dərs deyirdi. Məni dəvət elədi, ora qonaq kimi Müşfiqə aid bir tədbir təşkil eləmişdilər. O tədbirə dedi Gülhüseyn müəllim də orada olacaq. Təzdən gəldi Gülhüseyn müəllimdən o tədbirdə də bir yerdə. Təbii ki, ənənəyə sadiq qalınmalıydı. Əgər kimsə Gülhüseyn müəllimdən əvvəl o tədbirin açılmasında iştirak edib Müşfiq haqqında danışsaydı, kişinin acığına gəlirdi. Özünə elə bil ki, Müşfiqin, belə deyək də, mənəvi oğlu hesab eləyirdi. Mənəvi oğlu. Və Mikayıl Müşfiq haqqında danışanda Gülhüseyn müəllim bir başqa cür olurdu. Təsəvvür elə ki, gözləri dolurdu. Bəzən müşahidə eləmişəm gözlərindən yaş gəlməyini. Bax, həmin o tədbirdə bir ifadə işlətdi. Dedi, mən Allahdan ömür istəmişəm. Mikayıl Müşfiq haqqında dedi, bir roman yazın, nöqtəni qoyum, Allah ondan sonra mənim canımı alsın. Gülhüseyn müəllimin bu ən böyük arzusuydu və eşitdiyimə görə o romanı da qələmə alıb. 1968-ci ildə o monoqrafiyanı nəşr elətdirdi. Ondan sonraki dönəmdə Müşfiqin yaradıcılıq yolu haqqında bir kitab yazdı. Hətta Müşfiq sevgisi Gülhüseyn müəllimdə o qədər güclü idi ki, bu onun rəhmətli qızı Aytək Abdullayevaya da keçmişdi. Aytəkin Abdullayeva Filologiya Fakültəsinin belə deyək, savadlı tələbələrindən biri olub, filoloq olub. Belə bir monoqrafiyası var onun. Müşfiq və folklor monoqrafiyası. Mənim kitabxanamda o əsər var. Deməli, aşıq yaradıcılığının, bayatıların, xalq dilinin Mikayıl Müşfiq yaradıcılığına təsiri məsələsini araşdırmışdı orada. Deməli, Aytəkin xanım. Sonradan faciəli şəkildə həmin o xanım dünyasını dəyişmişdi. Həmişə Gülhüseyn müəllim Aytəkin xanımdan danışanda da kövrəlirdi. Ancaq deyirdi ki, mənim qızım da Mikayıl Müşfiq irsinin araşdırılmasında iştirak edib. Onun belə bir əsəri var, Müşfiq və folklor əsəri. Yəni, dediyim odur ki, Müşfiq sevərlər hamısı Gülhüseyn müəllimi çox sevirdilər, rəhmətliyi və hər hansısa Mikayıl Müşfiq ilə bağlı tədbir olanda Gülhüseyn müəllim mütləq orada iştirak eləməli idi. Mənsur şeirdən danışdıq. İstəyirəm Gülhüseyn müəllimin yaradıcılığına ötəri olsa bir nəzər yetirək qısa zaman kəsiyində.
Gülşen müəllim yazdığı ilk belə deyək yazı ana yazısı olub. Həmin o ana yazısı Gülşen müəllimə böyük uğur gətirmişdi. Özdə indi də o ənənə qalır. Azərbaycan Yazıçılar İttifaqının tərkibində olan Natəvan klubunda gənc yazıçılar bir araya toplaşırdılar, yazdıqları əsərləri oxuyurdular, müzakirələr aparılırdı və tənqidi tərəfləri, təqdiri tərəfləri, bu bir növ Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində də belə bir toplantılar keçirilirdi. Gənc nəslin yaradıcılıq baxımından formalaşmasında, puxtələşməsində bu kimi yığıncaqların böyük təsiri olur. Gülşen müəllim ilk yazdığı yazını həmin o Natəvan klubunda oxuyur. Deməli, Səməd Vurğunun qarşısında. Səməd Vurğun ona çox böyük qiymət verir. Deməli, yazının mahiyyəti nədən ibarətdir? Tükürpədən bir hadisədir. İkinci Dünya müharibəsi başa çatıb, bir gənc müharibədən geriyə qayıdıb, yaralıdır. Bir ana yaşayır qonşuluğunda. Oğlu itkin düşüb. Oğul ananın yolunu, ana oğlun yolunu gözləyir. Ancaq ana bilmir ki, qonşuluğunda yaralı olaraq müharibədən qayıdan həmin bu oğlan onun itkin düşüb yolunu gözlədiyi oğlunu öz əlləri ilə dəfn edib. Çox dəhşətli bir hadisədir. Deməli, bu əsəri Səməd Vurğun o qədər tərifləyir ki, deyir, Gülşen müəllim həmişə bu barədə danışanda deyir, mənim bundan ayaqlarım yer tutmadı. Səməd Vurğunun həmin o əsəri bəyənməsi məni bir qədər də dəli elədi, övrləndirdi. Niyə? Deyir, mən qorxdum ki, ondan sonra əlimə bir daha qələm götürsəm, birdən o ağırlıqda əsər yaza bilmərəm. Yəni, başdan hər hansısa bir şedevrə imza atmaq və ondan sonra həmin o səviyyədə əsər yaza bilməmək, Gülşen müəllim biraz, yenə də deyirəm, baxmayaraq ki, rəhmətli bir qədər arıq, çəlimsiz bəstəboyuydu, elə bir içində böyük bir dünyanı birləşdirirdi, böyük bir dünya gəzdirirdi özü ilə. Deyir, məni dəli elədi həmin o məqam ki, mən birdən həmin o səviyyədə əsər yaza bilmərəm. Uzun müddətdir əlimə qələm götürmədim. Bir də onun bir hekayəsi var, mənə təsirləndirən hekayələrdən biridir. Deməli, Mücrüd adı. Gəlin, deməli, cehizli əşyaların içərisində nənəsinin ona verdiyi bir mücrü götürür. Həyat yoldaşının ona hədiyyə elədiyi qiymətli əşyaları yığır o mücrünün içərisinə. Sonra zaman elə gətirir ki, onun həyat yoldaşı dünyasını dəyişir. Həyat yoldaşı dünyasını dəyişəndən sonra artıq övladlar da böyüyüb, mücrünü açır, o qiymətli əşyaları mücrüdən çıxarıb, bircə-bircə satır, övladlarını başlayır oxutdurmağa. Birinci övlad universiteti bitirir, bir diplom alır, götürür, verir anaya, ana mücrünü açır, diplomu qoyur mücrünün içərisinə. Yəni, bax gör necə sintez eləyib. Deməli, o qiymətli əşyalar diplom qazandırır. Bax, son dərəcə gözəl deməli, yazılardan biridir. Belə deyək, ümumiyyətlə Gülşen müəllim haqqında çox danışmaq olar. İstəyirəm, Murad, sözümün yekununda belə bir məsələni işıqlandırım ki, Gülşen müəllim həmişə deyirdi ki, mən istəyirəm ki, Şərqi Sibirin Taşet rayonunda sürgün həyatı yaşayan ildırımçıların taleyi haqqında müəyyən yazılar işləyim, onların həyat hekayələrini işıqlandırım. Çünki deyirdi, bu mənim bəxtimə düşüb görünür. Özü də çox qəribə nüans bu idi ki, mən onu bizim Ağasafa müəllimdə də hiss eləmişəm. Ağasafa müəllim, məsələn, bugün 84 yaşındadır, bir anda olsun qələmə əlindən qoymur. Bir anda olsun mütaliəsiz qalmır. Gülşen müəllim də elə. Bu qəribə bir nüansdır. Deməli, təsəvvür elə ki, Ağasafa müəllim bir gün nəsə oxumasa, elə bil o gün dünya dağılar. İndi azdan çoxdan əlaqəmiz olan bir adam kimi deyirəm ki, Gülşen müəllim də o cür idi.
Məsələn, mən onu görürdüm Oktay Rza ilə. Oktay Rzanın gözəl, hətta Oktay Rzanın Gülhüseyn müəllimlə bağlı yazdığı yazılar da var. İlyas Tapdıq idi, rəhmətlik. İlyas Tapdıqla görməmişəm Gülhüseyn müəllimi. Oktay Rza ilə görürdüm. Çünki Akademiya parkında tez-tez gəzişirdilər, rəhmətlik. Həmişə mütaliə eləyirdi, həmişə oxuyurdu və öz ailəsi haqqında qətiyyən danışmağı xoşlayan adam deyil idi. Məsələn, mən bilirəm ki, onun övladları dəyərli alimlərdirlər. Məsələn, bildiklərim də var. İndi burada adlarını çəkmək istəmirəm, Allah hamına ömür versin. Ancaq o qətiyyən danışmağı xoşlamazdı bu barədə. Və bir məsələ Gülhüseyn müəllimin sanki həyat qayəsi idi. Alnı açıq olmaq, mətin olmaq, iradəli olmaq, dözümlü olmaq. Çünki bayaq o İsimxan müəllimlə bağlı məsələni ki, danışdım, deyir ki, mən o boyda Sibirdə ələ avtomatlı soldatların qarşısında əyilməmişəm. Bax, onlarda o mətinlilik var idi, iradəlilik var idi, dözümlülük vardı və ağa ağ, qaraya qara demək. Gülhüseyn müəllimin həyat məramnaməsi bu idi. Boğazdan yuxarı danışmağı sevməzdi. Özdə bir məsələni də deyim, o ilə söhbətimizi yekunlaşdıraq. Deməli, təsəvvür elə ki, 80 yaşında, biz onunla görüşmüşük 2000-ci illərdə də təqribən 80 yaşa doğru gedən bir insan. Məsələn, mənə dedi, filan vaxt saat 3-də, 4-ün yarısında məsələn filologiya fakültəsində görüşürük. Məqaləni yazmaq istəyəndə onun haqqında filan vaxt gələrsən. Mən getdim, Murad, gördüm kişi oturub mənə gözləyir. Məsələn, başqası olsa, o cür alimlərə çox rastlamışam, onu deyim sənə biləsən. Məsələn, hər hansısa bir yazı istəmişəm, alım. Mənə deyim, nömrəmi götür, mənə zəng eləyərsən. Elə alimlərimiz olub ki, mən ona 10 dəfə zəng eləmişim, o yazını ondan ala bilməmişim. Elə alimimiz olub ki, deyim, mənə ancaq gərək işlədəsən. Mənə zəng elə, məni işləd. Halbuki otursa stolun kənarında o yazını yazsa 5-6 dəqiqəlik zamanını alacaq. Ancaq Gülhüseyn müəllim elə bir tipdə insan deyil idi. Deyirdi, məsələn, filan vaxt gələcəyəm, filan vaxt filan yerdə görüşürük. Gəlirdin, görürdün ki, orada sənə gözləyir. Belə bir təbiətli adam idi. Özdə sözünün üstündə duran, mərd, məğrur, bir növ belə deyək də, yenə də deyirəm, İldırım kimi bir təşkilatı yaratmaq, 19 yaşın olsun, elə bir təşkilat yaratmağa cəhd eləyəsiz. Silahlı üsyan, qrup şəklində antisovet təbliğatı, bu balaca məsələlər deyil idi. Bu, demək, onu göstərir ki, həmin o ildırımçılar nə dərəcədə mətin idilər. Allahdan hər birinə rəhmət diləyirəm, sənə də can sağlığı arzulayıram, var olasan. Xızı YouTube kanalına təşəkkür edirəm ki, bizi yad elədi və Murad, belə çəkilişlər aparmağımız, belə deyim ki, gənc nəslin təlim tərbiyəsinə çox böyük təsir göstərəcək. Yenə də deyirəm, son zamanlar çox böyük mənəvi aşınma gedir. Bu mənəvi aşınmanın getdiyi bir dönəmdə belə layihələri həyata keçirməyi Xızı televiziyasının təqdirə və alqışa layiqdir. Bir daha buna görə sənə təşəkkür edirəm. Xızı YouTube kanalı uzun ömürlü olsun, fəaliyyətində uğurlar, müvəffəqiyyətlər arzulayıram, qardaş.